Tədris ilinin yekunlaşması, yay mövsümünün başlaması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Bu barədə Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, yay qrafikinə əsasən metropolitində qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir. İş günlərində 28 may Əhmədli sahəsində və əks istiqamətdə saat 7:00-dan 10:00 və 17:00, 21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 6:00-dan 22:00-a qədər qatarlar arası interval 3 dəqiqədir. 28 may Çərşəhər və 28 may Dərnəgül istiqamətlərində interval qeyd edilən müddətlərdən 2 dəfə artıq müəyyən edilib. Bənövşəyə xəttə və Xətai Cəfər Cabbarlı mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb. Qrafik dəyişikliyi Bakı stansiyası və əksinə hərəkətdə də tətbiq edilib və yeni qrafik metro.gov.az saytında yerləşdirilib.